Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölüb. Hadisə rayonunun Böyük Həmiyə kəndində qeydə alınıb. Məlumata görə kənd sakini Hüseynağa Bağırova məxsus VAZ-2107 markalı minik avtomobilində qəfil yanğın baş verib. Nəticədə maşının salonunda olan Seyfəl Bağırlı yanaraq həyatını itirib. İlkin məlumata görə hadisə ata avtomobili təmir edərkən baş verib. Belə ki, azyaşlı atasının yanında olub və təmir prosesi zamanı avtomobilin salonuna daxil olaraq orada oturub. Hüseynağa Bağırov qısa müddətli işini yarımçıq qoyaraq oradan uzaqlaşıb. Geri qayıtdıqda isə nəqliyyat vasitəsindən tüstü çıxdığını görüb. Ata uşağı xilas etmək məqsədi ilə dərhal avtomobilin qapısını açsa da alov daha da güclənib. Nəticədə alovun içində qalan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Xaçmaz rayonunda 2023-cü ildə etkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb. Əmirəddin Əkbərov qətlə yetirildikdən sonra bastırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.